Və Allah Taala buyurur ki: وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتُ لَهُ قُلُوبُهُم. Elm verilmiş şəxslər bilirlər ki, həqiqətən Quran, İslam dini Allah Taala tərəfindəndir və iman gətirirlər ona, Qurana, peyğəmbərə. فَتُخْبِتَ لَهُ قُلُوبُهُم. Qəlbləri də aramdır. Qəlbləri aramdır. Məsələn, qəlbi narahat edən məsələlərdən biri şək və şübhədir. Baxırıq Peyğəmbərimizdən, imamlarımızdan, hələ Quran-ı Kərimdən neçə-neçə ayələr var ki, Allah Taala buyurur ki, şək və şübhəni aradan aparın. Şək və şübhə insanın qəlbində olsa, o sanki bənzəyir ki, meyvənin içərisində bir qurta. Başlayır o meyvənin içini yeməyə. Başlayır insanın o şək, şübhə, imanını yeməyə. İmam Sadiq əleyhissalamın kəlamı var. İmam buyurur ki, öz yəqininizi şək və şübhə ilə sındırmayın. Yəqin etdiyiniz bir şeyə şək və şübhə etməyin. Öz yəqininizi başqa bir yəqinliklə aradan aparın. Yəqinliyinizin üzərinə yeni bir yəqinlik getirin. Bax, budur. Allah Taala